Yaxın bir ildə Yevlax rayonunun bütün yaşayış massivlərində yaşayan sakinlər mavi qazdan istifadə edəcəklər. Prosesin tərkib hissəsi kimi Aran qəsəbəsindən Mingəçevir şəhəri istiqamətində yerləşən kəndlərə də qaz xətləri çəkilir. İşlər hazırda Salahlı və Tanrıqullar kəndlərində aparılır. Azərbaycanın prezidenti İlham Əliyevin müvafiq göstərişinə əsasən yaxın bir neçə ildə bütün ölkə ərazisindəki yaşayış məntəqələri tam şəkildə mavi yanacaqla təmin olunacaq. Həyata keçirilən işlərin tərkib hissəsi kimi Azərqaz İstehsalat Birliyi Yevlax rayonunda da qaz olmayan kəndlərə boru xətlərinin çəkilişini davam etdirir. Artıq cari ilin ilk 5 ayı ərzində rayonun bir neçə kəndinə mavi yanacaq verilib. Salahlı və Tanrıqullar kəndləri istiqamətində çəkilən qaz xəttinin də bu ilin sonuna qədər tamamilə yekunlaşacağı bildirilir. İş icraçısı Emin Həsənov şifahi olaraq televiziyamıza verdiyi məlumata görə Azərqaz İstehsalat Birliyinin Almaniyanın, Ukraynanın, Malayziyanın və Türkiyənin tanınan qaz boru şirkətləri ilə imzalanan müqaviləsi əsasında sifarişlə gətirilən borular ən müasir texnikaların vasitəsilə çəkilir. Xətlərin uzun ömürlü olmasını təmin etmək məqsədi ilə texniki şərtlərə xüsusi diqqət yetirilir. Belə ki, ərazinin iqlim şəraiti və relyefi nəzərə alınaraq qurum sularının olduğu yerlərdən keçəcək qaz boruları mühafizə olunmaq üçün böyük diametrli dəmir boruların içərisindən aparılacaq. Hazırda əsas işlər də elə bu istiqamətdə aparılır. Boru xəttinin keçəcəyi yerlərdə qurum sularının axıdılması üçün arxlar çəkilir. Qeyd edək ki, Salahlı və Tanrıqullar kəndinin ərazisində 4 müasir texnika və 15 nəfər canlı qüvvə çalışır. Nikipin Qasımlı, Elnar İbrahimova, Şaban Cəfərov, LTV Yevlax.